Bugün çox adamın maraqlandığı bir mövzudan danışacağam. Bir qoyundan ildə nə qədər qazanc götürmək olar? Ümumiyyətlə qoyun saxlamaq sərf edir, yoxsa yox? Kənddə yaşayan adam üçün qoyunçuluq həqiqətən qazanclıdırmı? Bugün bunların hamısını danışacağam. İndi şəhərdə yaşayan çox adam elə bilir ki, kənddə qoyun saxlamaq çox rahat işdir. Elə bilirlər, qoyunu səhər otlağa buraxırsan, axşam gəlir və pul qazanırsan. Amma əslində bu işin həm zəhməti var, həm xərci var, həm də səbr istəyən işdir. Amma bir şey də deyim ki, kənddə ən bərəkətli işlərdən biri qoyunçuluqdur. Çünki qoyun adamı yavaş-yavaş böyüdür. Bir anda zəngin etməz. Amma illərlə saxlayanda sürü artır, qazanc böyüyür. İndi gəlin hesab edək. Tutaq ki, bir ana qoyununuz var. Normal baxılan sağlam qoyun ildə ən az bir quzu verir. Bəzən 2 quzu verən qoyunlar da olur. Bu artıq cinsdən, yemləmədən və baxımdan asılı olan şeylərdir. Quzu doğulandan sonra əsas məsələ onu sağlam böyütməkdir. Çünki ilk aylarda quzu çox həssas olur. Soyuqdan, xəstəlikdən, zəif yemləmədən tələf ola bilər. Ona görə kənd adamı yaz aylarında gecə-gündüz heyvanın yanında olur. Əgər quzu yaxşı böyüksə, 5-6 aylığında artıq yaxşı çəkisi olur. Bazarda da normal qiymətə satmaq olur. İndi qiymətlər hər yerdə dəyişir. Amma yaxşı quzu həmişə pul edir. Xüsusilə qurban vaxtı qiymətlər daha da qalxır. Yəni bir qoyun təkcə özü yox, verdiyi quzu ilə qazanc gətirir. Əsas gəlir də elə oradan gəlir. Bir də qoyunun yunu var. Düzdür, yun elə böyük, yəni pula satılmasa da, ildə bir dəfə bəzi yerlərdə, yəni isti rayonlarda 2 dəfə qoyunu qırxırlar. Dün əvvəlki kimi baha olmasa da yenə də gəlir gətirir. Kənd adamı heç nəyi tullamır. Yundan istifadə edən də var, satan da var. Sonra gələk süd məsələsinə. Hamı qoyun sağmır, amma sağan adamlar yaxşı bilir ki, qoyun südündən hazırlanan pendirin tamı başqa olur. Yaylaq yerlərində bu daha çox olur. Süd də əlavə qazanc sayılır. Amma indi gələk xərclərə. Çünki qazanc var deyəndə xərci də danışmaq lazımdır. Ən böyük xərc qışda yemləmədir. Yayda otlaq yaxşı olsa problem olmur. Heyvan dağda, çöldə otlayır. Amma qış gələndə ot, arpa lazımdır. Əgər öz sahən yoxdursa, hamısını almaq çətin olur. Bir də dərman xərci var. Peyvəndlər vaxtında vurulmalıdır, qurd dərmanı verilməlidir. Baxımsız heyvan tez xəstələnir. Xəstələnən heyvan isə sahibinə zərər gətirir. Mənim fikrimcə qoyunçuluqda ən vacib şey heyvana baxmaqdır. Bəzi adam var, qoyunu az saxlayır, sonra deyir qazanc yox. Heyvan da canlıdır. Yaxşı baxılan heyvan özü də sahibinə qazanc gətirir. Bir məsələ də var ki, qoyunçuluq səbir istəyən işdir. Məsələn, sən bugün 10 qoyun alırsan, sabah varlı olmursan, amma sürü ildən ilə artır. Hər qoyun bir quzu verdi. Sonra o quzular böyüdü. Bir neçə ildən sonra görürsən sürü 2 qat olur. Kənd adamı ona görə deyir ki, qoyun bank kimidir.
pulunu qoyursan, yavaş-yavaş artır. Həm də canlı sərmayədir. Bir də bizim dağ kəndlərində qoyunçuluğun başqa üstünlüyü var. Otlaq boldur. Xüsusilə Gədəbəy tərəflərdə yaylaqlar çox yaxşıdır. Təmiz hava, dağ otu, heyvan da sağlam böyüdür. Ona görə də qoyunun əti də fərqli olur. Amma çətinlikləri də var. Gecə canavar təhlükəsi olur. Yəni bu yaylaq yerlərini nəzərdə tuturam. Yağış olur, qar olur, soyuq olur. Bəzən səhərə qədər heyvanın yanında qalırsan. Quzlama vaxtı xüsusilə çox əziyyəti olur. Bir qoyun xəstələnsə bütün sürüyə keçirə bilər. Ona görə daim nəzarət lazımdır. Təcrübəsiz adam üçün bu iş biraz çətin ola bilər. Bir də bazar məsələsi var. Bəzən heyvan bahalaşır, bəzən ucuzlaşır. Yem bahalaşanda qazanc azalır. Amma yenə də kəndlərin etibarlı işlərdən biri məhz qoyunçuluq sayılır. Çünki qoyun həm ət verir, həm süd verir, həm yun verir, həm də sürünü böyüdür. Yəni bir heyvandan bir neçə cür qazanc çıxır. Məncə bu işi sevən adam üçün qoyunçuluq həm qazanclıdır, həm də həyat tərzidir. Kənd adamı səhər heyvan səsini eşitməyə öyrəşir. Yaylaq həyatı başqa aləmdir. İndi çox kənddən şəhərə qaçır, amma məncə gələcəkdə yenə kəndə dönüş olacaq. Çünki təmiz qida, təmiz həyat, öz təsərrüfatın tamam başqa şeydir. Əgər adamın biraz torpağı, biraz otu varsa, qoyunçuluqdan yaxşı gəlir əldə etmək olar. Əsas məsələ isə işi düzgün görməkdir.